İslamda sevgi günü her gündür. Veya mesela 8 Mart her gündür. Yani kişi öz qadınını hər gün hörmətlə yanaşmalıdır. Gül məsələsi istəsə imkanı olsa hər gün versin. Ya başqa nəsə hədiyyə alsın. Yəni buna hansısa gün təyin eləmək yoxdur İslamda. Bunlar hamısı bilirsiniz, başqa adət, başqa mədəniyyətlərlə bağlıdır. Bizim mədəniyyətimizə ziddir o. Dinimizə ziddir. Müsəlman gərək bu cür bayramlardan çəkinə. Əgər yoldaşın gül istəyirsə al ona. Al ona həftədə bir dəfə, ayda bir dəfə. Olmaz belə, olmaz. Yəni müsəlman gərək belə adətlərdən çəkinə. Belə fikirlərdən, əməllərdən gərək çəkinə. Bizə ziddir bu. Biz müsəlmanlara ziddir. Əksinə, nəinki 8 Mart. Hər gün gül ver, imkanın varsa. Və ya sevgililər günü, o nədir sevgililər günü? Bir də o gün sevəcəksən. Hər gün sev. Kişi öz qadının həmişə hörmətlə yanaşmalıdır, sevməlidir, hörmətlə yanaşmalıdır.